İndi zaman nəyə gəlib? Qabaqla bir müəllimə Sovet dövründə, bir medsestra ailəni saxlayırdı. Ata ölürdü, ya müharibədən gəlmirdi, ya haradasa gedirdi. Bir ana aldığı maaşla, işinlə, gücündən ailəsinin uşağını böyüdürdü, oxudurdu. Bugün atasız çox çətindir. Mən bunu təbii ki, pul qazanan xanımları, iş adamlarına demirəm. Çox xoşbəxtlik ki, bugün iş adamları, iş xanımları çoxalıb. Onda iş xanımları yox idi, yox dərəcəsində. İş xanımları bugün bəzən görürsən, həyat yoldaşını da qoymur psixməyə, uşağını da yetişdirir. Allah hər ailədə, hər nəsildə bir ya iki adama biraz çox çörək verir ki, sənin əlin səxavətli olsun, çatdır, bacılarına da kömək elə, qardaşına da kömək elə, anan atana da kömək elə. İnanın ki, bu olmasa xeyli çətinlik olar. Bunun sayəsində xeyli insanlar rahatlanırlar ki, qoymurlar öz imkanı. Tutaq ki, Mələk xanım, mən bilirəm nə qədər elə o sevdiyi insanların köməyinə çatır. Bəli. Hamının ailəsində kasıb var, hamının ailəsində... Həm fikri baxımından, həm maddi mənəvi ona görə də. Mütləq mənada bugün mənim baxışımdan ailəni qoy, imkan daxilində. Bir də var ki, dəlidir və yaxud da ki, zərərli adətləri var və yaxud da ki, dözüləsi deyil. Qadını Allah yaradıb yaşamağa, yaratmıyor ki, sənin ömrünü çürütsün, yox. Kölə olaraq yaratır. Kölə yox. Anlayışlı olmaq lazımdır. Anlayışlı olmaq lazımdır. Bu yoxdursa... Tələbkarlıq olanda ziddiyyət artır. Bu yoxdursa, sən ölməkdənsə ayrılmaq yaxşıdır. Təbii, iki nəfər olub özünü tək hiss eləməkdənsə elə tək. Gözəl vurğuladınız onu Arzu xanım. Ona görə də mütləq mənada, bax, bir də qayıdıram ora. Bugün ailə problemi haqqında proqramları da artırmaq lazımdır. Çox sağ olun, bugün şərait yaratdınız. Verilişləri da artırmaq lazımdır ki, insanlarımız düzgün şəkildə maariflənsin. Kinolarla, seriallarla həyat qurmasınlar. Allanmasınlar. Bugün insanları alladan faktorlar telefondur.